Salam, hər vaxtınız xeyir. Mən Əli Tahirov. Bu videoda məntiqdən 44 ədəd model sualının izahına baxacaqsınız. Keçək suallara. Birə baxırıq. Birdə deyir ki, bitkinin boyunun 17 desimetr olduğu vaxtı soruşur. Neçə il sonra. Amma mən baxıram ki, bitki özü əkilərkən, baxın, qrafik buradan başlayır da, xət. Əkilərkən özü 2 desimetrmiş. Onda bu bitki 17 desimetr artmayacaq da, 15 desimetr artsa kifayət eləyir 17 olması üçün. 15 desimetr artmalıdır. Deməli, mən burada tənasüb quranda ona diqqət eləyəcəm. Deməli, indi baxaq görək nə qədər vaxtda bitki nə qədər artıb. 2 desimetrdən 8-ə gəlib çıxıbdır. Nə qədər vaxt ərzində? 0, 4. 4 il ərzində. 4 il ərzində 2-dən 8-ə. Yəni 4 ilə 6 desimetr artıb. 2-dən 8-ə nə deməkdir? 6 desimetr artıb da. Onda mənə nə lazımdır? 15 desimetr artması. Çünki onsuz 2 var da yerində. 15 də artsa olacaq 17. Yazıram 15 desimetr. Sual x. X il. Buradan tənasüblə işləyirəm. Yəni çarpaz vururam bir-birinə. 6x bərabərdir 4 vur 15. Yəni ki 60. X də bərabərdir 10. A variantı. 5-də deməli variantlardan kömək alıram. Deyir ki, 72 dənə hədiyyə var. Hər laureat adi iştirakçıdan 4 dənə çox hədiyyə alıb. Hər laureat adi iştirakçıdan 4 dənə çox alıb. Beləcə qısaca yazıram, la adi. Bunu bir dənə yadda saxlayaq. Yəni ki, 4 dənə çox alıb da. Məsələn, bir nəfər adi 3 hədiyyə alıbsa, bir nəfər laureat 7 hədiyyə alıb. 4 dənə çox. Misal üçün dedim bunu. Bütün laureatlarda hədiyyələrin ümumi sayı adi iştirakçılardan 2 dəfə çoxdur. Ümumi sayı. Ümumi 72 hədiyyə var. Laureatlarda adilərdən 2 dəfə çoxdur. 2x üstə gəl x bərabərdir 72. 3x 72-dirsə x olur 24. Beləcə mən başa düşdüm ki, laureatlarda 48 hədiyyə var. 2x. Adilərdə 24. Ümumi saydan söhbət gedir. Ümumi hədiyyə sayı. Laureatlar adi iştirakçılardan azdır. Bizə bir dənə belə bir şərt qoyur. Bir dənə bu şərti nəzərə almalıyıq. Hər adi iştirakçıya çatan hədiyyəni tapın. Variantlardan kömək alıram. Düşünürəm ki, A variantıdır. Hər adi iştirakçı 2 hədiyyə çatıb. Onda neçə dənə adi iştirakçı var? 24-ü bölürəm 2-yə. 24 dənə hədiyyə var, hərəsində 2 hədiyyə çatıb. Deməli, 12 nəfər. Demişdik ki, bunu yadda saxlamaq lazım idi. Hər laureat 4 dənə çox hədiyyə alıb. Hər adi iştirakçı 2 hədiyyə çatıbsa, onda hər laureata 6 hədiyyə çatıb. 48-i 6-ya böləndə eləyir 8. Nə? 8 nəfər. Bizə demişdi ki, elə eləyin ki, laureatlar adilərdən az olsun. Doğrudan da baxın, 8 laureat, 12 adi. Laureatlar az oldu. Cavab olur A variantı. 8-də baxın, üstəgəlləri burada saxlayır. Çıxma ilə vurmanın yerini dəyişir. Düzdür? İkinci şəklə keçəndə, çıxmaları saxlayıb 2-dən 3-ə keçəndə, bunların yerini dəyişir. Deməli, baxın, bir dəfə bu küncdəkiləri saxlayır. Sonra bu küncdəkiləri saxlayıb. İndi baxın, indi sıra nədir? 3-dən 4-ə keçməliyəm də. Baxın, vurmaları saxlayıb, toplama ilə çıxmanın yerini dəyişib. Deməli, indi yenə 4-dən 5-ə keçəndə, axırıncı dəfə buradakıları saxlamışdı, bu küncdəkiləri. İndi bu küncdəkini saxlayacaq, yəni üstəgəli saxlayacaq, çıxma ilə vurmanın yerini dəyişəcək. Vurma, çıxma. Hansı variantdır? C variantı. 11-də baxıram ki, 8-i vurub ABC-yə heç nə görmürəm. Sonra 1-i vurub ABC-yə heç nə görmürəm. 4-ü vurub ABC-yə burada yazıb. Elə onda 2072-ni böləcəm 4-ə ABC tapılacaq. 518. Onun köməyi ilə də mən sualın davamını gətirəcəm. Məndən D-ni soruşur. Deməli, burada 1 vurulsun ABC-dir. Bu da rahatdır da. Onda buraya yazıram 518. Belə. Deməli, burada da 8 vurulsun 518. 8 vururam 518-ə. Deməli, nə edirsə yazıram bura. 1024, 4080, o da 64, 4144. 8 vurulsun 518. Yəni, bunu tapandan sonra qalanı onsuz da gəlir. Çünki artıq bütün ədədlər çıxıb da. D-ni soruşur. Onda bir dənə D-dan əvvəlkinə baxım ki, görüm. Nəsə, 4, 12, 1 yadda. 2, 2, 4, 5, 4, 5, 7, 16. Heç qalanına ehtiyac qalmadı. D oldu 6, B variantı. Deməli,
Burada 4 dənə bacı var. Bacıları düzürəm bura. Biz bunu görmüşdük. Məsələn, papaq atmaq, fal baxmaq, qulaq falına çıxmaq. Bu formada biz bunu işləmişdik. Səhv eləmirəmsə bunu belə bu formada da görmüşdük. Papaq və çanta yox, papaq və çanta formasında da deyəsən görmüşdük. Deməli, Məryəm, Fatimə, bir dənə qızların adını düzə bilsəm, Samirə, Nərgiz. Məryəm, Fatimə, Samirə, Nərgiz. 2 qola ayırıram. Məryəm tutaq ki, papaq atıb, üzr istəyirəm, papaq götürüb, çanta götürüb. Papaq götürüb, çanta götürüb, hamısı. Bir dənə papaq götürüb, bir dənə çanta götürüb. Sualda bir dənə əsas şərt var da. Deyir ki, heç bir hərflər üst-üstə düşməməlidir. Tutaq ki, bu N, Nərgiz, Məryəmin papağını götürübsə, Məryəmin çantasını götürə bilməz. Adlar fərqli-fərqli olmalıdır. Təbii ki, özü öz papağını da götürməyəcək. Əşyalar hamısı qarışıq düşüb də. İndi ipuclarına baxırıq. Deyir, Məryəm çantası Fatiməyə düşən bacının papağını götürdü. Məryəm kiminsə papağını götürüb, həmin adam olsun 3 bucaq. Həmin o 3 bucağın çantası da Fatiməyə düşüb. Yəni, bu formada mən bildim ki, belə şəkil çəkməni bildim ki, bu 2 dənəsi eyni hərf olmalıdır. Sonra, deməli, deyir ki, eyni zamanda Fatimənin papağını götürən bacı Məryəmin çantasını götürdü. Bacılardan biri, bilmirəm kimdir, bacılardan biri Fatimənin papağını götürüb, Fatimənin papağını, Məryəmin çantasını. İndi mən bu bacının adını tapmaq istəsəm, ən azdan deyə bilərəm ki, bu bacı Fatimə deyil, özü öz papağını götürməz də və yaxud da ki, Məryəm deyil, Məryəm özü öz çantasını götürməz. Onda bu bacı kimdir? Ya S-dır, ya N-dır. Heç burada ad baxmasaz da olar. Hərflərin baş hərfi ilə də siz bunu sürətli işləyə bilərsiniz, yəni əgər alınırsa. İndi bu ya S-dır, ya N-dır. Bir dənə də ipucu olsa mən tapacam ki, bu S-dır yoxsa N. Deyir, Samirə Nərgizin çantasını götürdü. Samirə Nərgizin çantasını götürübsə, axı mən deyirdim, buradakı qız ya Samirədir, ya Nərgiz. Buradakı qız Məryəmin çantasını götürüb. Deməli, buradakı qız Samirə ola bilməz. Deməli, Nərgizmiş. Onda gəlim Nərgizdə artıq bu tapdılarımı yazıram. F, M. Bunu yazdım yerinə. Beləcə ipucuları bitdi. Artıq qalanını da özüm işləyəcəm. Deməli, İndi baxın, bunu yaxşı olar ki, indi mən tutaq ki, papaqlarla davam edeyim, çantalarla. Çünki çantaların ikisini tapmışam, ikisi qalıb. M-ni tapmışam, F ilə S qalıb. Deyirəm ki, bura F yaza bilmərəm, çünki burada F var. Onda bura S yazıram, bura F yazıram. Çantalarla işim bitdi. Keçirəm papaqlara. Bir də baxın, bu 3 bucağı tapdım axı. S-dır, onda bu da S-dır. Onda papaqların da artıq ikisini tapmış oldum. Papaqların biri S-dır, biri F-dır. Bu boş qalıb, bu boş qalıb. S ilə F-ni yazmışamsa nə qalıb? N, M. N ilə M-ni necə tapıram? Deyirəm ki, bura N yaza bilmərəm. 2 dənə N olmaz. M, N. Yəni, sualın bir yerindən sonra heç adları da baxmıram da, elə hərflərlə düzürəm gedir. Deyir, kimin papağını və çantasını Fatimə götürdü. Fatimə götürübdür Nərgizin papağını, Samirənin çantasını. 19-a baxın, 1, 3, 5, 7, 9, 11, 13. Kvadrat və kvadrat ədədləri 2-2 artırıb da ədədləri. Gah kvadrata yüksəldib, gah kök alıb. Gah kvadrata yüksəldib 49 yazıb, gah 9-dan kök alıb 3 yazıb. Gah 11-i kvadrata yüksəldib, gah 13-dən kök alıb. Burada nə ola bilər? 2 kvadrat ədəd deyil. Amma 49 kvadrat ədəddir 7-nin. Onda 2-də də 10 nədir bəs? Onda deməli 10-dan kök alıb. 7, 10. Deməli 3 artır. Onda 1, 4, 7, 10, 13, 16, 19. 4-dən kök alıb 7-ni kvadrata yüksəldib. 10-dan kök alıb, onda 13-ü kvadrata yüksəldirəm, 169. Baxın, 16-dan kök alıb 4. B variantı. Deməli, burada baxın, 1-in kvadratı 1, üstə gəl 1, 2. 2-nin kvadratı 4, üstə gəl 1, 5. 5-in kvadratı 25, üstə gəl 1, 26. 26-nın kvadratı 676, üstə gəl 1, 677. 30 üstə bunları bucaq kimi yanaşıram. 3 üstə gəl 0, elədi 6. 4, 0, 4, 0, 8 eləməlidir D variantı. 34-də deməli nə edir? Demişdik ki, 3 rəqəmli ədəd görəndə rəqəmlərlə işləməliyik. Bu formada 2024-ün qəbulunda bir dənə olmalıdır. Baxın, bu 8, 1, 6-nı bir-birinə toplasam almayacaq, amma bir-birinə vursam 48. 50 çıx 48, 2. Biz həmişə demişik ki, kənarlardan bu ortadakı mötərizəni almalıyıq. Tutaq ki, 1 vur 2 vur 8.
16, 17-dən 16 çıxıram 1. 38-də bunları toplayanda kvadrat ədəd olur. 81-dən də 9 çıxır. Burada da çıxanda kvadrat ədəd olur. 51 çıx 26-dan 5, 18 çıx 14-dən 4. Kök alıb 2. Bunları toplayıram 49 və kök almalıyam da 7. Onda necə eləyək ki, o bir tərəfdə də 7 olsun. O güldə çıxırdıq da, burada çıxırdıq. Elə eləməliyəm ki, 49 qalsın. Onda 30 çıxaram 79-dan. 49 qalar. 49 da nədir? 7-nin kvadratı. Deməli 30. Tərəzidə biz deyirdik ki, qarşı-qarşıya eyni daşı görsəm, eyni ağırlığı görsəm ata bilərəm. Onda buradan 3 bucaq gedir, buradan gedir. Bu gedir, bu gedir. Kvadrat gedir, kvadrat gedir. Bir dairə bərabərdir. Bir üçbucaq, bir kvadratı. Bunu da əvəz etmək kimi istifadə eləyək də. Düşək bura. Dairələri silək. Hər bir dairənin yerinə bir üçbucaq, bir kvadrat. Bunlar da bərabərdir axı bir-birinə. Onda ixtisarlar aparaq. Kvadratlar gedir, buradan da gedir. 5 dənə üçbucaq qaldı, bir dənə kvadrat qaldı. Elə bizdən də onu soruşurdu. D variantı. Deyir ki, sahə həcm. Sahə nədir? N vurulsun uzunluq. Həcm odur ki, N uzunluq hündürlük. Yəni birində bizə 2 dənə element lazım olur, 2 dənə məlumat lazım olur, birində 3 dənə. Bir dənə artıq, yəni birində 2 dənə, birində 3 dənə. İndi burada uzunluq çəki tamam ayrı anlayışlardır. Uzunluq həcmdə isə, həcmdə axı 3 dənədir. Uzunluq isə 1 dənədir, alınmadı. Uzunluq, qalınlıq. Qalınlıq tamam ayrı bir anlayışdır. Yəni uzunluq, hündürlük yenə ayrı-ayrı anlayışlardır. Uzunluq sahə kimi yanaşsaq, uzunluq 1 dənə məlumatdır. Sahə nədir? N vurulsun uzunluq, 2 dənə məlumatdır. Bu şəkildə yanaşa bilərəm. Yəni, N uzunluğa bir dənə də hündürlüyü artırırıq, sahə oldu həcm. Uzunluğa bir dənə N artırıram, oldu sahə. Burada bəzilərinin cinsiyyətini mən bilmirəm. Məsələ odur. Deyir ki, M, N-nin qızıdır. Deməli, M 100% qızdır da, yəni M-nin cinsiyyəti bilinir. Amma indi N atadır, yoxsa anadır bilmirəm. İndi onu da mənə desə deyəcək, deməsə qalacaq. Deyir ki, N onun oğludur. Deməli, N da kişiymiş də, buraya yazıram oğul. Daha bir də kişi qadın deyə qeyd eləmirəm. Amma kimin oğludur? Onun. İndi də onun cinsiyyətini bilmirəm ki, o atadır, yoxsa anadır. Burada kömək edir bizə. O, P-nın atasıdır. Onda onun bir dənə də övladı var. Adı P-dır. O da deməli kişidir də, ata. Cinsiyyətini bildik. İndi o, P-nın atasıdır, amma indi də P-nın cinsiyyətini mən bilmədim ki, P qadındır, yoxsa kişidir. Bir də nəyi bildim? O, N-nın da atasıdır, P-nın da. Deməli, N ilə P ya iki qardaşdılar, ya da bacı qardaşdılar da. İndi P-nın cinsiyyətini bilmirəm axı. B, P-nın qızıdır. P-nın bir dənə qız övladı var, adı B-dır. Amma mən yenə bilmədim ki, bu P qadındır, yoxsa kişidir. Sual bitdi, bizdən səhvləri soruşur. Deyir, o, M-nın əmisidir. M-nın atasının atası. Deməli, əmi deyil, babadır. Səhvi istədiyi üçün götürür. Əgər P, B-nın atasıdırsa, P, B-nın atasıdırsa, deməli, onda kişidir. Deyir, onda P və N qardaşdır. P və N, hədə onda 2 qardaş olacaqlar. Deməli, 2 səhv olmadı da, mütləq səhvi istəyir. M, P-nın qızıdır. M, P-nın qızı deyil də, N-nın uşağıdır. N-nın qızıdır. 3 də 100% səhvdir. P, M-nın bibisidir. M ilə P-nın qohumluğuna baxıram. M-nın atasının qardaşıdırsa əmidir. Bacısıdırsa bibidir. Yəni, ola da bilər, olmaya da bilər. Ona görə bu səhv sayılmır. Mütləq səhv sayılmır. Bir də 5-ə də baxaq. Əgər C onun qız nəvəsidirsə, yəni burada 2 dənə nəvə var idi, bir dənə təzə nəvə var, C. C onun qız nəvəsidirsə, onda C və M bacıdırlar. C və M bacıdırlar. Ola bilər ki, bu C N-nın uşağıdır, onda C və M bacıdırlar. Ola da bilərdi ki, bəlkə də P-nın uşağı olardı o C, C ilə B bacı olardı. Amma yəni bu səhv sayılmır da, deməli ola da bilər, olmaya da bilər. Burada oldu 1 və 3. Onda deyir ki, bir-birindən fərqli ABC rəqəmləri üçün A bərabərdir B üstəgəl C şərti ödənərsə, ABC-nin ən böyük qiymətini tapın və ən kiçik qiymətini tapın. A, B, C. Amma elə eləməliyəm ki, B ilə C-nin cəmi A versin. Amma ən kiçik qiymətlər. Burada mən 0-ı istifadə edəndə belə bir problem yaranır ki, A da onda 1 olur. Axı deyir, B ilə C-nin cəmi A olsun. 0 üstəgəl 1 elir 1. Amma mənə deyir, axı burada fərqli qiymətlər. Deməli, mən 0-ı istifadə edə bilmərəm. Onda ən kiçik rəqəmlər hansılardır? 1, 2, 3. Amma yenə də əsas məsələ budur ki, elə eləməliyəm ki, A bərabərdir B ilə C-nin cəminə. A 3 olsa, həqiqətən də 1 ilə 2 mənə 3-ü verir.
Amma mən bunu 321 qoysam bu düzgün olmaz. Ən kiçik olmadı axı. 312 var da ən kiçik. Bu inancının cəmi A-nı verdi və ən kiçik oldu. İndi ən böyüyünü düşünək. Onda ən böyük rəqəmlərə gedəcəm. Ən böyük ədəd. Onda A olsun 9. Bu inancının cəmi A-nı verməlidir. Bu inancının cəmi A-nı verməlidir. Burada ən böyük belə işlədə bilərim də 8 və 1. Yəni 6 ilə 3-ün də cəmi 9 edir. Amma ən böyük olmur axı. 981. Bu da oldu ən böyüyü. İndi bunları toplasaq 981 üstə gəl 312 3 9 1293 A variantı. 11-də bu yarım dairələr birləşir. Daha doğrusu yarım dairə deyil, 4də 1-idir. Onlar birləşir, yarım dairə olur. Onların üstündə də bu üçbucaqlar birləşir. Belə bir şey olur. Yəni, baxın, bu üçbucaqlardır, bu da altdakı yarım dairələr. E variantı. A və B yaşıddırlar. A bərabərdir B-yə. B C-dən böyükdür. Onda A da C-dən böyükdür, düzdür. D A-dan kiçikdir. D A-dan kiçikdirsə, A ilə bu bərabər edir də. D A-dan kiçikdirsə, onda B-dan da kiçikdir, düzdür. Deyir ki, doğru olanı seçin. Mən burada C ilə D-ni müqayisə edə bilmirəm. C ilə D ilə bağlı məlumat verməyib. Amma o birilərini nə tapmışamsa yazmışam. Yəni, C ilə D-nin yaşıd olmasını bilmirəm. D böyükdür, yoxsa kiçikdir, bilmirəm. Amma deyir, A C-dan böyükdür. A C-dan böyükdür, doğrudur. D B-dan böyükdür. D B-dan böyük deyil, axı kiçikdir. Doğru olan oldu A variantı. 14-də baxıram. Deyir ki, A-dan keçid yalnız F və C-yadır. A-dan F-yə keçid var və C-yə keçid var. F-dan yalnız D-yə keçid var. F-dan yalnız D-yə keçid var. C salonundan yalnız B-yə keçid var. D salonundan E-yə keçid var. E-dən də B-yə və C-yə keçid var. B-yə və C-yə keçid var. Bitdi. Çıxış yalnız B-də və E-dədir. Belə bir məlumat var ki, çıxış yalnız B-də və E-dədir. Bu şəkildə. İndi keçirəm suala. Əsərlər 6 ayrı salona yerləşdirilib. 6 dənə salon var. Hər salondan sərgiyə girə bilirəm. Amma çıxışın biri B-dadır, biri də E-dədir. İndi E-dən də B-yə yol var. Əslində E-dən belə gəlməliydim mən. İndi sadəcə fərqi yoxdur. Yəni, əsas odur ki, cavaba gedib çıxaq. B əslində bir dənə B var. Yəni, E-dən B-yə gəlirəm, B-dan çıxıram. Və yaxud da ki, E-dən də çıxmaq olar. E-dən B-yə gəlib də çıxmaq olar. Qarışmasın deyə elə belə də yaza bilərəm. Yəni, E-dən B-yə yol var. B-dan da çıxa bilərik. Bu 2 dənə göylə dairə elədiyim çıxış olanlardır. E-dən də çıxış var, B-dan da çıxış var. Bitdi. Sərgiyə F-dan girən biri üçün hansı səhvdir? F-dan giribsə, baxın, deyir, istiqamət bir tərəflidir. F-dan girən biri A-ya qayıda bilməz. Məsələn, deyir ki, baxın, burada deyir, A salonunu ziyarət edir, bu səhvdir. Onu mən nəyə əsasən bilirəm? Burada o cümlə var. Salonlar arası keçid bir istiqamətlidir. Mənə deyir ki, A-dan F-yə və C-yə keçid var. Yəni, F-dan mən təzən A-ya qayıda bilmərəm. D salonunu ziyarət edib, F-yə girən biri məcburən D-yə getməli. Çünki bir dənə yol var. C-ni ziyarət edib, D-dan elə bil ki, E-yə keçir o adam. E-dən istəsə C-yə gedər, istəməsə birbaşa çıxar. İstəsə B-yə gedər. Amma ki, mütləq səhv olmur. E-dən çıxıb, istəsə E-dən çıxa bilər, mümkündür. İstəsə B-dən çıxa bilər, mümkündür. Amma A-nı ziyarət etməsi əsla mümkün deyil, çünki keçid bir tərəfli idi. Baxın, 18-də deyir ki, Şəhla avtomobillə evdən işə getdi, sonra da işdən evə qayıtdı. Gedəndə 50 ilə gedib, qaydanda 60 ilə. Qaydanda 10 dəqiqə az vaxtı gedib. Deyir, onun evdən yola getdiyi vaxt nə qədərdir? İndi cümlələri tez-tez dedim, amma ki, indi tənlik qrup tapacağıq. Zamanı sürətə vuranda bizə məsafəni verir. Saatda 50 ilə gedir, x saata və yaxud da ki, dəqiqə. İndi məndən dəqiqə ilə soruşdu, x dəqiqə düşünürəm. Halbuki, əslində bu saatda 50-dir, amma ki, çox da fərq eləmir. Mən burada tənlik qururam, o problem yaratmayacaq. Qaydanda da 60 ilə qayıdır. Niyə bərabərləşdirirəm? Çünki eyni yolda axı. Evdən işə, işdən evə. Zamanı vurdum sürətə, oldu məsafə. Qaydanda da 60 ilə qayıdır. Amma 10 dəqiqə az vaxt gedir. X çıxılsın 10. Bu tənliyi işləyirik, bizə cavabı verir. 50x bərabərdir 60x çıx 600. 10x bərabərdir 600. X bərabərdir 10. X bərabərdir 60. Deyir ki, o işə gedəndə nə qədər vaxtı gedib? 60 dəqiqəsi.
Desəydi qaydanda nə qədər vaxtı gedir? X çıx 10, 50 dəqiqə. 20-ci sualda bizə deyir ki, qardaşların, 3 qardaşın hərəsi bir cümlə qurub, deyir, yalnız biri doğrudur. Deməli, doğru, yalan, yalan. Bir doğru var, 2 yalan. Variantlarla gedirəm. Baxın, bu cümlələri, A-nı yoxlamaq üçün bu cümlələrə baxıram. Əgər bir doğru, 2 yalan alınsa götürürəm. Yox, 3 doğru alınsa götürmürəm. 3 yalan olsa götürmürəm. 2 doğru, 1 yalan olsa götürmürəm. Yəni, buradakı kimi alınmalıdır. Bir dənə A-nı yoxlayaq. Mahmud 5 alıbdır. Deyir, qardaşlar hansı qiymətlər alıb? Mahmud tutaq ki, 5 alıb. Amma demişdi, axı, mən 5-ə layiq yazmamışam. Deməli, yalan danışıb. Zahir 4 alıb. Demişdi ki, mən 5-ə layiq yazmışam. Deməli, yalan danışıb. Hidayət 3 alıb. Deyir, demişdi ki, mən 3-ə layiq yazmamışam. Halbuki 3 alıb. Deməli, o da yalan danışıb. 3 sənə yalan oldu, götürmürəm. Gəlin, B variantına baxaq. Mahmud 5 alıbdır. Mahmud deyir ki, mən 5-ə layiq yazmamışam. Yalan. Zahir deyir ki, mən 5-ə layiq yazmışam. Amma 3 alıbdır. Yalan. Hidayət deyir ki, 3-ə layiq yazmamışam. 4 alıbdır. Doğru. 2 yalan, 1 doğru. B-ni götürürəm. Baxın, burada ilk sətrə baxırıq. İkinci sətrə baxırıq. Belə deyək də 1, 1-dən 1 vahid kiçik 0. 6, 6-dan 1 vahid kiçik 5. 3, 3-dən 1 vahid kiçik 2. Yerləri fərqli-fərqlidir, amma ki, buradakı 4 rəqəmin 1 vahid kiçiklərini aşağıda yazıb. 2, 2-dən 1 vahid kiçik 1. 8, 8-dən 1 vahid kiçik 7. 9, 9-dan 1 vahid kiçik 8. 2, 1, 3, 2. Burada da həmçinin. Gəlirəm sonuncuya. 8, 1 çıxanda 7. 4, 1 çıxanda 3. 7, 1 çıxanda 6. 3-dən də 1 çıxanda 2. 35-də ortaq olanları yazıbdır. Bu da yenə dəfələrlə işləmişik bunu. 3-ündə də olanları çıxarıb yazıbdır. Burada da 3-ündə də olan sağ tərəfdəki bu xətt 3-ündə də var. Ortadakı bu xətt 3-ündə də var. Cavab olur A variantı. 39-da baxın 3, 5, 7, 9, 11. Yəqin ki, burada bir problem görmürsünüz. 3, 5, 7, 9, 11. 2-2 artır. Bizdə nə istəyir? Qanunu pozan bir ədəd var, onu istəyir. 3, 5, 7, 9, 11. Bunlarda qanunu pozan heç nə yoxdur. İndi o birlərinə baxıram. 6-dan 7-yə üstəgəl 1. 7-dən 8-ə üstəgəl 1. 8-dən 15-ə üstəgəl 7. 15-dən 22-yə üstəgəl 7. 8-də də burada problem. 8 dəyişəndə düzələcək. Necə düzələcək? Əgər burada üstəgəl 1-lər bir-birini izləməli idisə, onda bu 9, bu 10 olmalı. Deməli, 2 dənə ədəddə problem var. Belə olmaz. Və yaxud da ki, üstəgəl 7-lər bir-birini izləyirdisə, deməli, yenə 2 ədəddə problem var. Belə olmaz. Burada əslində ardıcılıq nə idi? Yazın, baxın. 3-ü artım olmalı idi. Üstəgəl 1, üstəgəl 4, üstəgəl 1, deməli, üstəgəl 3, üstəgəl 5, üstəgəl 7. Belə olmalı idi. Üstəgəl 1 ilə üstəgəl 7 düz gəlir. Amma bu 3 ilə 5-in yerinə başqa şey olubdur. 8-in yerinə burada 10 olmalı idi əslində. Baxın, 7 üstəgəl 3, 10, 10 üstəgəl 5, 15, 15 üstəgəl 7, 22. Bizdən soruşur ki, demir ədədi tapın, düzəldin. Sadəcə deyir ki, hansı ədədədir problem? 8-də. 36-da ədədin üstünə 5 gəlib, 5-ə bölüb, 5 çıxıb, 5-ə vurub. Deməli, üstəgəl 5, böl 5, çıx 5, vur 5. Onda indi üstünə 5 gələcəm, 970, sonra 5-ə böləcəm, 194. Deyir, A-nın əhalisi B-dən 4 dəfə çoxdur. Tutaq ki, A-da 400 nəfər var, B-də 100 nəfər var. Deyir, A-nın əhalisi ildə 800 artır, B-nin əhalisi ildə 200 artır. Bu qayda ilə 10 il keçsə nə olacaq? 10 il keçsə 800 artacaq, olacaq 8000. 400 də var idi, oldu 8400. B-nin əhalisi də 200-200 artırsa 10 ilə 2000 artacaq. 100 də var idi, oldu 2100. 10 il sonra bu nisbət necə dəyişəcək? 8400-ü bölürəm 2100-ə, görürəm yenə 4 eləyir. Bayaq nə idi ki? Bayaq da 4 idi. Deməli, dəyişməyəcək. 41 nömrəli sualda 6-nı vurub 7-yə 42, 8 vurub 4-ə 32. Bir-birindən çıxıb 10. 9 vurub 4-ə 36, 7-ni vurub 8-ə 56. Bir-birindən çıxıb eləyir 20. 5 vur 7 35, 6 vur 8 48. Bir-birindən çıxırıq eləyir 13. 42 nömrəli sual piramida sualıdır.
Biz piramida suallarını çox görmüşük. Orada həmişə deyirdik ki, ilk ikisindən aşağıdakı ikisini. Piramidada deyirdik ki, həmişə çoxdan aza doğru gedirik. Altdakı 2 dənədən yuxarıdakını alırıq. Amma bu sualda fərqli bir yanaşma var. Yenə bizim kitabımızda bunun bir bənzəri var idi. Burada bu rəqəmləri birləşdirib ədəd kimi baxır. Baxın, 8 vurulsun 6. Eləyir nə? 4-dən 8 birləşdirir 48. 48-i 6-ya vuranda bunları birləşdirək 288. 288-i 6-ya vuranda 1728. D variantı 1728. Yəni bu da bir versiya kimi yadınızda olsun. 5 müxtəlif natural ədədin ədəd ortası 150-dir. Böyüyünün maksimal qiyməti neçədir? Ədəd orta o idi ki, ədədlər toplanır, bölünür saya. Deməli 5 dənə ədəd toplayıblar, bölüblər 5-ə. Olub 150. Bəs 5-ə bölməsəydilər, onda həmin o 5 dənə ədədin cəmi neçə olardı? 150 vurulsun 5 edir 750. İndi ədədləri seçmək mənim öz əlimdədir də. Elə eləyim ki, biri çox böyük olsun. Onda o birilərinə ən balaca qiymətləri verim. Məsələn, 1, 2, 0 verə bilmərəm də, natural deyir. 3, 4. Buna da qalsın ən böyüyü. Bunları toplayanda nə eləyir? 10. 750-dən 10 çıxanda 740. Bu 5 dənə ədədi mən toplasam, 5-ə bölsəm 150 eləyəcək. Ən böyüyü də neçədir? 740. %45-də baxın, bu ox arta gedir. Və hər dəfədə dönür özdə. Belə dayanmışdı, sonra belə, sonra belə. Deməli, 45 dərəcə hərəkət edir. İndi üz aşağı baxmalıdır. Amma o biri ox isə və istiqamətin əsla dəyişmir. İstiqaməti həmişə eynidir. Ona görə yenə üz aşağı baxacaq. O biri ox isə gah bu tərəfə baxır, gah bu tərəfə. Gah bu tərəfə. İndi baxın, əks dayanmışdılar da. İndi isə eyni tərəfə baxmalıdırlar. Belə bir variant. Baxaq bir dənə. C-də var. Yuxarı hissədə dayanmalıydı. C variantı. C-ni götürürük. Baxaq bunlardan. Məsələn, 48-ə. Hesab əməlləridir. Bu formada da bizim dərsliyimizdə var idi sual. Burada ədəd qoyaraq da işləyə bilərsiniz. Ədəd qoyaraq da işləyə bilərsiniz. Mən bunun bu dəfə qısa yolunu demək istəyirəm. Qısa yolu budur ki, baxın, bu sualı birinci siz görəndə tanımalısınız, quruluşca. Baxırsınız ki, bölənlər eynidir, 17, 17, nə bilim, 13, 13, yəni bölənlər eynidirsə, sonra həmin ədədləri bir-birindən çıxıb bölmək istəyirlər, onda siz nə etməlisiniz? Götürməlisiniz, elə birbaşa bu qalıqları müqayisə eləməlisiniz. Qalıqları götürürsünüz. Bizdən baxın, qisməti soruşmur, soruşa da bilməz. Çünki bu ədədlərin yerinə bir çox şey qoymaq olar. Bizdən qalığı soruşur. Baxın, sual işarəsi buradadır. Siz burada qalıqları müqayisə eləməlisiniz. Deyir, AB çıxılsın C-dır, düzdür? AB-nin içində 6 dənə artıq var, qalıq var. C-nin içində 15 dənə artıq var. 6-dan çıxırsınız 15-i. Eləyir -9. -9 təbii ki, qalıq ola bilməz. Siz onda götürün bu 17-dən o 9-u çıxın. Deyin ki, cavab 8-dir. Yox, əgər müsbət qiymət alınsaydı, misal üçün deyirəm, tutaq ki, burada biri 6-dır, biri də tutaq ki, 3-dür. 6 çıxılsın 3, bərabərdir 3. Onda deyirsiniz ki, cavab 3-dür. Bu sualın ən qısa yolu budur. Yəni, yenə deyirəm, bu qalıqları bir-birindən çıxırsınız. Müsbət alınırsa, elə o olur cavab. Mənfi alınırsa, bu 17-dən çıxırsınız həmin o mənfi qiyməti, o olur cavabımız. Amma həll yolu budur ki, siz burada hərəsinin yerinə rəqəmlər qoyub, ədədlər qoyub işləyə bilərsiniz. Tutaq ki, 2-nin yerinə 2 düşünürəm. 2 olmaz, biraz böyük götürməliyəm. Çünki deyir, 2 çıxılsın mı, 1-dən böyük olsun. 2 olsun 3, m olsun 1. 3 qoyuram, 1 qoyuram. 3 vur 17, 51, üstəlik 6, 57. 1 vur 17, 17, üstəlik 15, 32. Bunları orada yerinə qoyub çıxıb bölsəniz, yenə eyni şeyi alacaqsınız. Amma mən qısa yolunu dedim. 44-də baxaq. 44-də baxaq, çünki fərqli sualdır. 40 nəfərlik bir turist qrupunda turistlərin bir qismi yalnız alman dilini bilir. Bir qismi yalnız ingilis dilini bilir, qalanları hər iki dil bilir. İngilis dilini bilənlərin sayı, alman dilini bilənlərin sayı 2 dəfə çoxdur. Burada əsas nəyə diqqət etməliyik? İngilis dilini bilən deyəndə yalnız ingilis dilini bilən nəzərdə tutmur. İngilis dilini bilən deyəndə yalnız ingilis dilini bilənlər üstə gəl hər iki dili bilənlər. Çünki hər iki dili biri bilirsə, deməli içində ingilis də var da, deməli onda onları cəm götürməliyik.
Və yaxud da ki, alman dilini bilənlər deyəndə yalnız alman dilini bilənlər nəzərdə tutulmur. Bir dənə mən elə belə özümdən rəqəmlər qoyum. Baxın, yalnız alman, yalnız ingilis, bir də hər iki dil. Tutaq ki, 10 nəfər, 15 nəfər, 25 nəfər də tutaq ki, hər iki dil bilir. Yəni, burada ingilisini bilənlər deyəndə biz 15 götürməli deyilik. Bir dəqiqə, burada çox götürdüm deyəsən. 10 nəfər, tutaq ki, bu olsun 12 nəfər, bu da olsun 18 nəfər. Toplayanda 40 elədi də. İngilisini deyəndə biz 12 götürməli deyilik. İngilisini bilənlər deyəndə həm 12-ni götürməliyik, həm də bu 18 üstünə gəlməliyik, 30 götürməliyik. Alman dilini bilənlər deyəndə 10 və 12-ni bir yerdə götürməliyik. Bir dənə bunu gözdən qaçırmırıq. İndi bu ədədləri silirəm, bu ədədlər bizə lazım deyil. Deyir, ingilisini bilənlərin sayı Alman dili bilənlərin 2 dəfə çoxdur. İngilisini bilənlər deyəndə nə nəzərdə tutulur? Yalnız i üstəgəl h. Alman dilindən 2 dəfə çoxdur. Alman dili deyəndə nə nəzərdə tutulur? Yalnız Alman dili bilənlərlə hər iki dili bilənlər. Üstəgəl h. 2 dəfə çoxdur. Onda bunu vururam 2-yə, bərabərləşdirirəm. Bir də ki, bunların üçünün cəmi nə elədi? Bayaq dedim də, yəni bunun üçünün cəmi 40 verməli. Çünki 40 nəfərdirlər cəm. Bu qalsın burada. Bunu vurub açaq. Gəlin bu i-ni, i-anı mən i və a kimi yazım. Siz amma başa düşün ki, bu yalnız ingilis dili, yalnız alman dili mənasında bunu istifadə edirəm. Sadəcə bir dənə hərfə çevirim ki, qarışmasın. i üstəgəl h bərabərdir 2a üstəgəl 2h. Burada nə edə bilərəm? Mən burada a-nı tapa bilmərəm, çünki 2a-dır. Amma i-ni əvəz etməklə tapa bilərəm də. i bərabərdir. Bu h-nı keçirsəm o tərəfə 2a üstəgəl h-ya. Sırf riyaziyyatdır bu, amma belə yazanda çıxır. Baxın, indi qalxıram yuxarı. Deməli, bu y-ları buradan silirəm, yenə deyirəm, rahat olsun deyə y-ları buradan silirəm. Sadəcə mən birincidən yazdım ki, siz biləsiniz ki, o yalnız alman, yalnız ingilis mənasında verilib. A üstəgəl, i üstəgəl h. İndi biz i-nin yerinə 2a üstəgəl h qoyaq. A-nı yazıram yerinə, a üstəgəl, i-nin yerinə 2a üstəgəl h qoyuram. Üstəgəl bir dənə də h, burada var çünki. Bərabərdir 40-a. 3a üstəgəl 2h bərabərdir 40-a. Bu şəkildə. Deyir, ingilisini bilənlərin, hər iki dili bilənlər ən çox nə qədər ola bilər? Bizim burada variantlarla işləməyimiz məcburidir. Çünki onsuz da burada bir çox versiya var. Baxın, ən çoxu soruşur. Burada variantlarla işləməliyik. Ən çox dediyi üçün 18-dən geri qayıdıram. Hər iki dil biləni 18 götürsək. 18 vur 2. Bir dənə burada yazım. 18 vur 2, 36. Onda nə qaldı? 4. 4 3-ə bölünmür. Alınmadı. Onda 17 götürürəm. 17 vur 2, 34. Cəm 40 olmalıdır, 6 qaldı. 6 3-ə bölünür. Deməli, alınır. Burada tək məsələ elə bu bölünüb bölünməmək məsələsidir. Alınır. Cavab olur D variantı. Misal üçün bir dənə belə bir dənə səhv variant deyim. Tutaq ki, 20 versəydi bizə. F variantı 20. 20 götürəcəkdiyimi bir dənə baxaq. 20-ni vururam 2-yə 40 eləyir. Yerdə qalır 0. Olmaz. Çünki A hərfinə nəsə verməli idim. 17 alınır. 23-də baxın. Burada kvadratdan sonra nə gəlir? 3 bucaq. Burada 3 bucağı mən görürəm. Onda düşünsəm ki, o kvadratı oradan ləğv eləyib. Bəs o kvadrat hara gedib? Baxın, içəri salıbdır. 6 bucağın içinə salıbdır. Bəs rənglərlə bağlı nə deyə bilərəm? Kvadrat burada dama-dama idi, belə də zolaqlı idi. Kvadrat içəri girəndə rəngi gedib, çöldəki o 3 bucaq indi xana-xana olub, zolaqlı olub. Deməli, çöldə qalan fiqur zolaqlı olacaq. Və kəsilən fiqur ən içəri girməlidir. Burada ən içəridə 3 bucaqdır. Çöldə dairədir. Bu çöldəki dairəni kəssək, içəriyə o 3 bucaq dairə girməlidir, 3 bucağın içinə. A-da yoxdur, C-da yoxdur, B-də yoxdur, E-də yoxdur. Elə bəxtdən D variantı qaldı. Amma biraz da davam eləsək, o zolaqlı məsələsinə də baxsaq, dairə zolaqlı idi, amma içəri ağ girməlidir. Çünki kvadrat da içəriyə ağ girmişdi. Çöldəki 3 bucaq zolaqlı olmuşdu. Burada çöldə 6 bucaq qalır. Baxın, 6 bucaq zolaqlı olubdur. D variantı ödəyir. 32 nömrəli sualda biz o qiymətləri içəriyə yazmalıyıq. Yəni, rahat olsun deyə. 50, 0. Elə bu 0 görən kimi mən başa düşürəm ki, burada nəsə dairənin rolu var ki, 0-a gəlib çatıb o. V56-dır. W12-də Y qalıb. Y-ni biz tapacağıq. Gəlin elə bu 50-dən başlayaq. 50 yuvarlaqdır. Görək 50 necə ola bilər. Burada bucaqların təbii ki, rolu olmalıdır da. Bu özü 5 bucaqdır. Bir də ola bilər ki, bu xəttlərin sayı da önəmli olsun. İndi hər dəfə bir cür olur. Bu sualdan çoxlu var. Hər dəfə bir cür olur. Biz hər dəfə
yolu tapmalıyıq. Hər dəfə bütün versiyaları axtarıb tapmalıyıq. Bunun özü 5 bucaqdır. Yazıram 5. Nəyə birləşib? 6 bucağa birləşib. Bir də nəyə birləşib? 4 bucağa. 50 ala bilərəm də. Baxın 6 ilə 4-ü toplayaram 10. Vuraram 5-ə 50. Birini aldım məsələn. Bir dənə əmin olmaq üçün sadəcə yenə yoxlamalıyam. Bəlkə təsadüfən alındı. W 12 olubdu. W özü 3 bucaqdır. Nəyə birləşib? 0 bucağa, dairə 0 daxı. Bir də nəyə birləşib? 4 bucağa. 0 üstə gəl 4, vurulsun 3-ə 12. Deməli, öz bucağını o birləşdiyi şeylərin cəminə vurur. Onda bu dairə niyə 0 olubdu məsələn? Çünki dairə özü 0 daxı. 0 vurulsun. Burada 6 bucaq var, 3 bucaq var, amma 0-a vurulduğu üçün 0 olub. Biz y-ni tapmalıyıq. Y özü 6 bucaqdır. 6 vurulsun. 5. Üstə gəl 0. 0 yazmıram. Üstə gəl 4. 5 üstə gəl 4. 6 vur 9 elir 54. A variantı. Deməli, ikinci sual hesab əməllərinə aiddir. Biraz suala baxsaq, görürük ki, burada 3 rəqəmli ədədin 3 rəqəmli ədədə vurulmasıdır. Və belə olan halda aşağıda toplama baş verir. Çünki hər dəfə f-ni vurur ABC-yə yazıb bura, d-ni vurub ABC-yə yazıb bura və a-nı vurub ABC-yə yazıb bura və sonra onları toplayıb. İndi burada belə göz gəzdirəndə mən görürəm ki, d vurulsun ABC, ABC olub. Deməli, d özü 1-dir. Məsələn, bir dənəsini tapdıq. D özü 1-dir. Sonra görürəm ki, e-dən altda heç nə yoxdur, aşağı 3 düşüb. Deməli, e özü 3-dür. Bu formada, burada indi ipucu nə ola bilər? Burada belə bir şey düşünürəm ki, f vurulsun c, bu birinci yazılan f-in ABC-yə vurulub, neçə olubsa buraya yazıblar da. F vurulsun ABC 3 ilə bitib. Bu son rəqəm təkliklərdən asılı olur da həmişə. Yəni bir vurma əməlində falan təklikdən asılı olur hər şey. Yəni necə deyim, bu 3 hardan gəlib? Bu f-nin c-yə vurulmasından alınıb da. Nəyə vuranda 3 ilə bitə bilər? 1 vurulsun 3 ilə bitə bilər. Başqa nə ola bilər? Məsələn, 13 ilə bitən nəsə yoxdur, 23 ilə bitən nəsə. F vurulsun c neçə ola bilər? 13 olmaz, 23 olmaz, 33 niyə olmaz? Çünki 33 nə vurulsun nədir? 3 vur 11. Amma mən f ilə c-yə axı bir rəqəmli qiymətlər verməliyim. 44, 43 olmaz, 53 olmaz, 63. Bəlkə 7-ni 9-a vururlar, 63 olub. Bəs orada necə qərar verirəm? Dedim ki, ya 1 vur 3-dür, ya 7 vur 9-dur məsələn. Axı mən 1 üçün d-ni işlətmişəm. Onda 1-i d üçün işlətmişəm də, c ilə f-yə 1 və 3 verə bilmirəm. Deməli, c ilə f-yə 7 və 9 verəcəm. Hansı 7-dir, hansı 9-dur, onu hələ ki bilmirəm. Amma ən azından bildim ki, biri 7-dir, biri 9-dur. 7 vur 9, 63. Sonra, deməli biz bunu tapdıq. 7 vurulsun 9. Sonra A üstə gəl C bərabər 9. C-nin 9 olduğunu düşünsək. Baxın, C 9-dursa, A üstə gəl 9 bərabər 9. Onda gərək A 0 olsun. Axı, A 0 ola bilməz, 0-ın ədəd başlamır. Onda deməli 100% C 7-dir, F 9-dur. C 7-dir, F 9-dur. C-nin 7 olduğunu düşünsək, A olur 2. 2 üstə gəl 7, 9. Sonra A 2-dirsə, 2-nin üstə gəl B, üstə gəl B olub 0. 2-nin üstünə 8 gəlsəm 0 ilə bitər də. Deməli, B-ların biri 4-dür. Beləcə sual bitdi. Mən A-nın 2 olduğunu, B-nin 4 olduğunu, C-nin 7 olduğunu tapdım. Toplayan da eləyir 13. Burada deməli nədir? Ümumiyyətlə, deyir 2 dənə operator var. A operatoru, B operatoru. Bizdə belə bir şey yoxdur. Biz nə qədər danışırıqsa, normalda onun pulunu ödəyirik də, yəni. Amma bəzən belə bir şey olur ki, operatorlarda aylıq abunə haqqı. Yəni, həmin operatoru istifadə edirsənsə, hər ay 10 manat ödəyirsən. Danışsan da, danışmasan da. Və yaxud da ki, 5 manat ödəyirsən. Danışsan da, danışmasan da. A üçün 10 manat, B üçün 5 manat. Burada manat yazıb deyə bilirəm ki, manatdır. Bəs bu 20, 30, 60 onlar qəpikdir. Baxın, burada yazıb qəpik dəqiqə ilə. Bu hissə qəpiklərdir dəqiqə ilə, bu hissə isə manatlardır. İndi biraz cədvəli başa düşək ki, işləyə bilək. A operatorunda şəbəkə daxili 20 qəpikdir, B operatorunda 50 qəpikdir. Şəbəkə xarici də 2 cür olur. Ola bilər ki, sən şəhər nömrəsindən danışırsan və yaxud da ki, digər mobil nömrə, operator nömrəyini, onda daha da baha olacaq. İndi görək bizə nə istəyir? Deyir, bir ay ərzində 30 dəqiqə danışan A və B abunəçilərinin ödədikləri məbləğlər arasındakı fərq ən çox nə qədər ola bilər? İndi
fərqin böyük olmağını istəyiriksə, biz gərək birini minimum eləyək, birini maksimum eləyək, fərq çox olsun. Amma indi mən bilmirəm axı, A-nı minimum eləyim, B-ni maksimum eləyim, fərq onda daha çox olacaq. Yoxsa A-nı götürüm maksimum hesablayayım, B-ni minimum hesablayayım, daha çox olacaq. Onda elə ən yaxşısı, mən elə həm A üçün, həm B üçün minimum və maksimum qiymətləri hesablayıram. O nə deməkdir? Yəni ki, A, B. Minimum, maksimum. Mən burada nə edəcəm? A operatoruymuş kimi hesablayacağam. Yəni, bir dəfə düşünəcəm ki, həmin bu abunəçi A operatorunun abunəçisidir və onun minimum nə qədər pulu çıxa bilər, maksimum nə qədər pulu çıxa bilər, ona baxacağam. Bir dəfə də B operatorunun abunəçisi olduğunu düşünəcəm, onun minimum və maksimum nə qədər pulu çıxacaq, ona baxacağam. Sonra müqayisə eləyəcəm. Deyir, bir ay ərzində 30 dəqiqə danışan, gəlin birinci A-dan başlayaq, A operatoru. Bu adam onsuz da 10 manat ödəməlidir. Bir ay ərzində 30 dəqiqə danışan A operatorunun abunəçisi. İndi gəlin birinci minimumu hesablayaq. Minimumdursa düşünürəm ki, elə şəbəkə daxili danışıb 20 qəpikdən ən ucuzu. Minimum üçün ən ucuzunu götürürəm. 20 qəpiyi vururam 30 dəqiqəyə, eləyir 6 manat. 16 manat. Bir dəfə də düşünürəm ki, bəlkə ən bahalı formada danışıb şəbəkə xarici digər nömrələrlə 60 qəpikdən 60 vurulsun 60 30 deməli 60 vurulsun 30 dəqiqə. 60 vurulsun 30 dəqiqə 18 manat. Bəs abunə haqqı da 10 manat var idi. Onda elədi 28 manat. İndi gəlin B operatoru abunəçisi olduğunu düşünək. Abunəçinin B-yə abunə olduğunu düşünək, B operatorunun. 5 manat onsuz da ödəməlidir hər ay. 50 qəpikdən ən ucuzu 50 qəpikdən danışa bilər. 30 dəqiqə. 50 qəpiyi 30 dəqiqəyə vuranda 15 manat. 515 elədi 20. Bir də belə ola bilər ki, 70 qəpikdən danışsın. 70 qəpik 30 dəqiqəyə vuranda 21 manat. Bu şəkildə 5 manat da abunə haqqı 26. Deməli, mən hesabladım. 5, o da ki, 21, 26. Deyir ki, A və B operatorunun abunəçilərinin ödədikləri məbləğlər arasında fərq ən çox nə qədər ola bilər? Yəni, ya A-nın minimumundan B-nin maksimumunu çıxacam, 26 çıx 16, 10. Ya da ki, B-nin minimumundan A-nın maksimumunu çıxacam, 28 çıx 20 eləyir 8. İndi deməli, ən çox dediyi üçün bu 8-i yox, təbii ki, 10-u götürəcəm. Biraz fərqli sualdır, amma ki, bir neçə dəfə özünüzə yoxlasanız alınacaq. Altda nə edir? Bəlkə bu qaralar biraz çaşdıra bilər, bu qara üçbucaqlar. Amma birinci qara üçbucaqlardan əvvəl elə mən o fiqurlara baxım, görüm necə hərəkət edirlər. Misal üçün, düzbucaqlı elə ən rahat düzbucağı görünür. Bir aşağı düşür, bir yuxarı çıxır. Bir aşağı düşməlidir, bir yuxarı çıxmalıdır. Hər dəfə rəngi də dəyişir. Qara, ağ, qara, indi ağ olmalıdır və aşağıda olmalıdır. Baxaq, qara da atıram, qara da atıram. Burada aşağıda deyil, atıram. Ya adı, ya B. İndi gəlin, məsələn, üçbucağa baxaq. Üçbucaq buradaydı. Gəlib indi bura. Deməli, saat əqrəbi istiqamətdə hərəkət edir. Sonra gəlib bura. İndi hara gəlməlidir? Sola gəlməlidir. Rəngi dəyişir, dəyişir. Ağ idi, qara olub. Ağ idi, indi qara olmalıdır. Qara üçbucaq solda. A variantında yoxdur, B variantını götürürüm. Amma təxmini olmasın deyə o birlərini də davam etdirirəm. Dairəyə də baxıram ki, dairə bu tərəfə gəlir. Məsələn, baxın, gəlib bura, sonra gəlib bura, indi sağa gəlməlidir. B variantında gəlib. Bu qədər. İndi əsas məsələ bu qara üçbucaqlar, yəni bu nəyə görə bəzən şəkil qapqara olur, bəzən ağ olur, ona baxaq. Birincidə baxın, elə 3 fiqurun üçü də bir yerdədir, boş yerlər hamısı qapqaradır. İkincidə təsadüfən elə olub ki, hərəsi bir xanaya dağılışıb deyə, bir dənə yer boşdur, boş olan yer qara rəng olur, yəni bu qədər. İkincidə elə olub ki, üçüncüdə, elə olub ki, 2 dənə yer doludur, boş yerlər qapqaradır. Bizim götürdüyümüz variantda, yəni B variantında hərəsi bir xananı tutur deyə, cəmi bir dənə xana boş qalıb, qaradır. Burada isə yenə hamısı bir yerə yığılıb deyə, o birlər olub qara. Hissələrin birləşdirilməsidir. Baxın, mən baxan kimi hiss edirəm ki, sanki bu bundan qopub. Bu biraz da əslində vərdişlə bağlıdır. Variantlardan getmək istəsək, bu qədər əyri-üyrü fiqurdan C-dəki kimi səliqəli bir şey çətin alınır. D biraz oxşaya bilər, E oxşaya bilər, B hardasa oxşaya bilər. A-nın da alınması çətindir. Çünki burada əyri-üyrü tərəflər çoxdur. İndi burada mən əslində nə edirəm? Ən azından bəlkə B-D, yəni bu formada B-D arasından seçim verməyə çalışaram, yerinə qoymağa çalışaram. Amma belə əslində elə mən buna baxan kimi də görürəm ki, bu sanki bir-birindən qopub, bu gəlir buna birləşir. Onda bu iki hissəni gətirib qoyuram bura. Bu iki dənəni də elə bir-birinə birləşdirsək,
Belə bir şey olur. Yəni o da onun aşağı hissəsi olur. Beləcə bu paralelogramı alırıq. E variantı. Fərid 5 dostu haqqında məlumat verir. Dostların yaşları müqayisə edir. Deyir ki, Babək Daşqından kiçikdir. Babək kiçikdir Daşqından. Babək böyükdür Şamildən. Düzdür? Şamildən böyükdür. Nə Əli, nə Xalid Şamildən böyük deyil. Yəni, Əli də Xalid də Şamildən kiçikdir. Əli də Xalid də Şamildən kiçikdir. Bəs Əli ilə Xalidin özünü necə müqayisə edək? Deyir ki, Xalid ən kiçik deyil. Onda ən kiçik olan Əlidir ki, Xalid ən kiçik deyil. Çünki 2 nəfər qalmışdı onsuz cəm. Beləcə bitdi. Yaşları düzürük də 25-dən 18-ə kimi. 25, 24, 23, 20, 18. Əli 18, Babək 24. 13 elektron saat kimi düşünün bunu. 1.55. Üstünə 15 dəqiqə gəliblər, olub 2.10. Üstünə 15 dəqiqə gəliblər, 2.25. Üstünə 15 dəqiqə gəliblər, 2.40. Elektron saat kimi. Üstünə 15 gələndə 2.55. E variantı. 18-ə baxırıq. 18 burada şərti başa düşmək lazımdır. Sudoku oyunudur. Yəni onu nəzərdə tutur əslində. Sudokuda nə demişdik? Bütün xanalarda, sətir və sütunlarda rəqəmlər fərqli olmalıdır. Baxın, deyir ki, 1-dən 5-ə qədər xal topladılar. A, B, C, D, E. Hər iştirakçı hər mərhələdə fərqli xal aldı. Heç bir mərhələdə 2 iştirakçıya eyni xal verilmədi. Bu o deməkdir ki, yəni sətir və sütunlardakı bütün rəqəmlər fərqli olsun. Yəni ki, sudoku oyunu. Hardan başlaya bilərəm? Məsələn, 4, 5, 2 var, 1 ilə 3 yoxdur. Deyirəm ki, bura 3 qoya bilmərəm, 1 qoyuram, bura 3 qoyuram. 1, 4, 3 var, 2 ilə 5 yoxdur. Hələlik qalsın. 5 və 4 var, bu sətrə baxıram. 5 və 4 var, 1 yoxdur, 2 yoxdur, 3 yoxdur. Bura 1 qoya bilmərəm, bura 1 qoya bilmərəm. Deməli, 1 yazacağam bura. 1, 2 ilə 3 qaldı. Bura 2 qoya bilmərəm, aşağıda 2 var. Bu oldu 3, bu oldu 2. Sonra bizə nə soruşur? A-nın 1-ci mərhələdə, C-nin 4-cü mərhələdə topladığı xal. Onda davam edəyək. 3, 1, 2, 4-dən 5 qaldı. Bura 5 qoya bilmərəm, burada 5 var. Bu 4 oldu, bu 5. Sonra davam. 5, 3, 1, 2, bu oldu 4. 3, 4, 1, 2, 5 qalıbdı. Bura 5 qoya bilmərəm, bura 5 qoya bilmərəm. Çünki yuxarıda 5 var. Bu oldu 5. Sonra bura 1 qoya bilmərəm, yuxarıda 1 var. Bu oldu 2, bu oldu 1. 5, 3, 4, 1, bu oldu 2. 2, 5, 1, 3 və 4 qalıb. Bu oldu 3, bu oldu 4. 1, 4, 2, 5, 3. 1, 4, 3, 5, 2. Hamısı doldu. A-nın 1-ci mərhələdəki xalı 2 xaldır. C-nin 4-cü mərhələdəki xalı 4 xaldır. Toplayan deyilir 6, B variantı. 23-də nə edir? Fərqli bir sualdır əslində. Çətinliyini deyə bilmərəm, lap da ən çətinlərdən deyil, amma fərqlidir. Baxın, 4 ilə 1-i toplayır 5. 5 ilə 2-ni toplayır 7. 7 ilə 3 toplayır 10. Elə bu göstərdiyim formada. 5 üstə gəlir 5, 10. 10 üstə gəlir 7, 17. 17 üstə gəlir 10, 27. 16 üstə gəlir 17, 33. Beləcə gedir. 33 üstə gəlir 27, edir 60, B variantı. Baxırıq 29 nömrəli suala. Çığılımlı kompüterləri ilə əlaqədar olaraq aşağıdakılar məlumdur. Ç və L-dan ən az biri işləmir. Burada cümlələri düzgün başa düşmək lazımdır. L və M-dan biri işləyir, digəri yox. Ç və L-dan ən az biri işləmir o deməkdir ki, ya biri işləmir, biri işləyir, ya da ki, heç biri işləmir. Ən az biri işləmir, yəni bəlkə elə ikisi də işləmir. Ən az biri işləmir o deməkdir ki, ya biri işləmir, ya da ikisi də işləmir. Bu biri cümlə isə fərqlidir. Biri işləyir, biri işləmir. İndi bu bizim nə işimizə yarayır? Burada bütün versiyaları görməliyik. Bir dənə bunu buradan silim. Misal üçün, mən bir dəfə düşünəcəm ki, ehtimallar yaranır da. Bir dəfə düşünəcəm ki, Ç işləyir, L işləmir. Və baxacam, görüm necə olur. Bir dəfə düşünəcəm ki, bunu qıraqda qeyd edeyim ki, belə bəlkə yadınızda qalmaz. Bir dəfə düşünəcəm ki, Ç işləmir, L işləyir. Ola bilər də, yəni ən az biri işləmir. Bir də ola bilər ki, bəlkə ikisi birdən işləmir. Bu 3 dənə ehtimal yaranır. Onlara əsasən də bu biri cümləni işləyəcəyik. Görək, sualda bizə nə istəyir? Mütləq doğru. Onsuz burada bizim nə etməli olduğumuzun bir hissəsini bizə verir. A-da deyir ki, Ç işləmirsə, M da işləmir. Gedək Ç-nın işləmədiyi versiyaya baxaq.
Ola bilər ki, ç işləməsin. Baxın, buradan baxıram. Ola bilər ki, ç işləməsin, l işləsin. L işləsəydi, m işləməyəcək. Çünki deyir ki, biri işləyir, biri işləmir. Amma ola da bilər ki, ç ilə l-ın ikisi birdən işləməsin. Burada A-da bizə demir axı l ilə bağlı heç nə. L-ını deməli özümüzdən yoxlaya bilərik də. Deyir, şərt qoyur bizə. Deyir, ç işləmirsə, m mütləq işləmir. Mən də deyirəm ki, bir dəfə olanda işləmir. Amma bir də ola bilər ki, ç ilə l ikisi birdən işləməsin, amma m işləsin. Deməli, A variantı mütləq doğru olmadı. B-də nə deyir? B-də deyir ki, ç işləyirsə, ç-nın işlədiyi variantda l 100% işləməyəcək. Baxın, deyir, ç və l-dan ən az biri işləmir. Baxın, ç-nın işlədiyi variant bir dənədir. Ç işləyəndə l 100% işləmir. Çünki axı deyir, biri işləmir. Şərtdə bizə deyir, axı biri işləməməlidir, ən azı. Və l işləməyəndə də m məcburən işləyəcək. Çünki deyir, biri işləyir, biri yox. Deməli, m məcburən işləyəcək. Beləcə nə oldu? B variantı. Mütləq doğru. Məsələn, bir dənə elə belə c-ni yoxlayaq. Deyir, ç işləmirsə, l işləyir. Ola bilər ki, ç işləməsin, l işləsin. Ola bilər ki, nə ç, nə l işləməsin. 32-də deyir ki, hansı hissə şəklin parçası ola bilməz? Demir, bir var, belə bir şey deyə bilər ki, 4 dənəsini birləşdirin, şəkil alınsın. Bu başqa bir şeydir. Bir də var ki, sadəcə deyir ki, yəni ayrılıqda, elə belə tək-tək. Deyir, bu parçalardan hansı bu şəklin içinə yerləşir, hansı yerləşmir. Tək-tək baxanda. Yoxlamalıyam burada. Belə bir şey var ki, tutaq ki, A-dan başlayıram. A-nın uzunu biraz uzundur. Baxın, 5 dənə xanadır. Amma bunlar 4 xana, 4 xana, 3 xana. Deməli, bu 5'li olan yerə sığdırmalıyım onu. Görək, sığır ya yox. 5 dənəni bura sığdırsam, buradan 3 dənə, 3 dənə. Yəni, 3'ü buradan, 3'ü buradan. Hə, sığdı. A deməli mümkündür. B-də vəziyyət necədir? B-də bu 1, 2, 3, 4'dür. Bu problem deyil. Bu hər yerə gedir. Amma uzunluğu biraz uzundur. Yəni, şaquli formada. 1, 2, 3, 4, 5. Onu da mən bunu aşırdıb yerləşdirə bilərəm də. Elə bir mənə deməyib ki, döndürmək olmaz. Döndürəndə, məsələn, belə eləyək də bunları, məsələn, bu 3 dənəni bura yerləşdirsək, 1, 2, 3. Buradan bir dənə bunun üstün qeyd eləsək belə. Sonra bu 2 dənə indi 6 gəlir. 2 dənə altında. 2, 2. Və bir dənə bu hissə qaldı. Bu hissədə bura 2 dənə. Baxın, yerləşdi. Döndürdüm və yerləşdirdim. B alındı. İndi bir dənə C-ni yoxlayaq. C-də necə olacaq? Yenə burada baxın 1, 2, 3, 4, 5. Hündürlüyə doğru qalxanda 5 addımdır. Deməli, mən onu döndürüb yerləşdirməliyim. C-ni döndürməliyəm ki, bu uc hissəni bura daxil edeyim. 1. Sonra buradan 2 dənə ayaqlar. Yəni, ikisi buradan, ikisi buradan. Sonra bu ayaqlardan buradan 2 dənə də ayaq gəlməlidir belə. Buradan baxıram ki, 1, amma ikinci üçün xana yoxdur. Cavab olur C variantı. C variantını götürürük. D-ni rahatlıqla yerləşdirmək olar. 3-ün 4-dədir də, yəni 3, 4. E-ni də 180 dərəcə döndürsək, elə bu 2 dənəsi biri bura dönəcək, girəcək, biri bura. Sonra buradan 2 dənə ayaq, 2 dənə ayaq. Bu tək kvadratların yanından, hərəsinin yanından 2 dənə ayaq. Sonra da ortadan da bir dənə 2 dənə yuxarı. Hamısı alınır. Amma C alınmadı. Deməli, 31-də deyək ki, 9 gənc var. Bu da gənclərin adlarıdır. 3 dənə janr var. Melodram, komediya, fantastika. Hər kəs bir film izləyibdir. 9 nəfər hərəsi bir film izləyibdir. Amma demir də, məsələn, hər janra 3 nəfər baxıb. Mən də yalandan bura hərəsini 3 nöqtə qoymuram. Sadəcə deyir ki, hərə bir filmə baxıb, amma bilmirik. Bəlkə elə çoxu buna baxıb, bir nəfər buna baxıb, bir nəfər buna baxıb. Yəni, onları bilmirik. İndi onu tapacağıq. Komediyanın tamaşaçılarının sayı fantastik filmin tamaşaçılarının bir nəfər az olub. Yəni, komediya X-dirsə, fantastik film X üstəgəl 1-dir. İzləyənlərin sayı. D, E, F-dan heç biri komediyanı seyr eləməyib. Komediyaya D yazıram, E yazıram, F yazıram, üstündən xətt çəkirəm. C, H, J-dan heç biri fantastikanı seyr eləməyib. C, H, J-dan heç biri fantastikanı seyr eləməyib. Bunun üstündən xətt çəkirəm. Melodramı yalnız E və F seyr edib. Yalnız. Deməli, başqa heç kəs yoxdur, yalnız E və F. Onda buranı bağlayıram, çünki bitdi də, yalnız deyir. 9 nəfərdən 2 çıxanda 7 qalır. Onda bu 7 nəfər qaldısa,
Deyirdi axı komediyanın fantastik arasında bir nəfər fərq var. Onda komediya oldu 3 nəfər, fantastika oldu 4 nəfər. 3, 4. Və burada indi necə gedə bilərəm? Fantastikanı tapa bilərəm. Deyir ki, bu üçündən başqa CHJ, belə eləyək, E və F-ni tapmışam axı, özü vermişdi. E və F-ni silək. Sonra deyir ki, fantastikanı CHJ izləməyib. C izləməyib, H izləməyib, J izləməyib. Amma 4 nəfər olmalıdır axı. A, B, C-dir. A, B, C-dir. Onda o biriləri də yazıram komediya. Nə qaldı? 3 nəfər yazmalıyım. C, H, J. Fantastikanı kimlər izləyib? Elə onu soruşurmuş. Fantastikanı kimlər izləyib? A, B, C-dir. D variantı. 47-də deyir ki, toyuqların 4/1-ni 5 manata, fermasındakı toyuqların 4/1-ni 5 manata, qalan toyuqların isə biri 7 manat olmalı satan fermer 260 manat pul qazandı. Neçə toyuq satıb? Deməli, fermerin onda gəlin düşünək ki, x sayda toyuğu var. 4/1 x-ini, yəni bu x toyuğun 4/1-ini, 4/1 x-i 5 manatdan satıb. 5 manatdan satıbsa vururam 5-ə də. Üstə gəl, qalanlarını 4/1-ini satıbsa nə qədər qalıb? 4/3. 4/3 x-ini 7 manatdan satıb. Vururam 7-yə. Və ümumilikdə 260 manat pul qazanıb. 4/5x üstə gəl. 4/5x üstə gəl. 4/21x bərabərdir 260. Sonra bunları həll edirik. 4/26x bərabərdir 260. X bərabərdir 260 bölünsün 4/26. Yəni ki, tərsinə vurmaq. 260-ı vuranda 26-da 4-ə, 260-la 26 ixtisar gedir. 26-ya bölünsə 10, 10 vur 4, 40. X bərabərdir 40-a. Beləcə 47-də cavab olur 40. 45-ə baxıram. Deyir, cədvəldə 5 yığma komanda var. A, B, C, D, E. İdman yarışında aldığı mükafatların sayı barədə məlumat verib bu komandaların. Və komandalar 1-5 kimi işarələnib. Bu şey demək deyil, yəni birinci yer, ikinci yer, üçüncü yer, o mənada yox. Sadəcə A, B, C, D, E yazmaq yerinə onların adlarını 1, 2, 3, 4, 5 yazıb biz bilmirik hansı hansıdır. Yox, əgər bu elə belə olsaydı ki, A, B, C, D, E, onda bu sualda bir şey qalmırdı. Elə hər şey yazılıb da burada. Biz bilmirik ki, komandaların hansı hansıdır, hansı A-dır, hansı B-dir, hansı C-dir. İndi baxaq şərtlərə. Deyir, hər bir üstəgəl bir dənə mükafatı göstərir. 0-da o deməkdir ki, mükafat alınmayıb. Yəni, misal üçün, bu birinci komandada 2 dənə üstəgəl varsa, deməli, o 2 dənə qızıl medal alıb. Bürünc medal hissəsində 4 dənə üstəgəl varsa, deməli, həmin komanda 4 dənə bürünc medal alıb. Deyir, A-nın aldığı gümüşlər B-nin aldığı bürünclərlə eynidir. Gələk onu burada qeydiyyat aparaq. A-nın aldığı gümüşlər B-nin aldığı bürünclər. Deməli, A, B. A-nın gümüşü B-nin bürüncü ilə eynidir, say olaraq. Gəlin düşünək ki, A və B hansılar ola bilər? Və bir-bir yoxlayaq da, gözdən qaçmasın deyə bir-bir yoxlayaq. Görək, məsələn, düşünək ki, A 1-dir. A onda bir dənə gümüş alıb. A buradadır, bir dənə gümüş alıb. Deyir, B-nin bürüncünə eynidir. Baxaq, bir dənə bürüncü alan var? Yoxdur. Deməli, A-nın 1 olmaq şansı yoxdur. Düşünək ki, A 2-dir. A-nın gümüşü nə qədərdir? 2 dənə. Baxaq görək, 2 dənə bürüncü olan var, bürüncü. 3 var. 2, 3. Başqa nə var? 4. Onda 2, 4. İndi bitmədi də, bəlkə elə heç bu deyil. Onda düşünək ki, A 3-cüdür. A 3-dürsə, bir dənə gümüşü var. Görək, bir dənə bürüncü olan var, bayaq baxmışdıq, yox idi. Onda A-nın 4 olduğunu düşünək. 3 dənə gümüşü var. Görək, 3 dənə bürüncü olan var. Burada 4 dənədir. Burada var. A 4-dürsə, B 5-dir. Onda bir dənə son olaraq A-nın 5 olduğunu düşünək. İndi belə çox görünür, amma ki, bunu belə yazmayanda daha uzun gedəcək. Amma belə yazanda elə növbəti cümlələrdən səhvləri atacaq, qalacaq. A-nın 5 olduğunu düşünsək, 0 dənə gümüş, 0 dənə bürüncü olan bir dənə 2-dir. 5, 2. A-nın gümüşü ilə B-nin bürünclərini tutuşturduq. Elə demişdi də, A-nın deyir gümüşü B-nin bürüncünə eynidir. İndi deyir, C-nin qızılları ilə E-nin tərifnamələri eynidir. C, E. C-nin qızılları ilə E-nin tərifnaməsi eynidir.
İndi mən yenə 1-dən 5-ə yoxlayacağam. Çünki bunları burada yazmışam, amma bilmirəm axı hansı hansıdır. Bir dənəsi doğrudur da bu yazdıqlarımın. Ona görə indi C və E üçün yenə 1-dən 5-ə yoxlayacağam. Məsələn, C-nın 1 olduğunu düşünsək, 1-in neçə qızılı var? 2 dənə. Görək 2 dənə tərifnaməsi olan hansıdır? 5. Onda C 1-dirsə, E 5-dir. Başqa, məsələn, C-nın 2 olduğunu düşünək. Bir dənə qızılı var. Burada bir dənə tərifnaməsi olan yoxdur. 2-nin özünün bir dənə tərifnaməsi var, amma indi mən 2-yə ya C deyərəm, ya E deyərəm də. İndi eyni zamanda həm C, həm E deyə bilmərəm axı. Onda 3-ün C olduğunu düşünək. 3 C-dirsə 3 dənə qızılı var. 3 dənə tərifnaməsi olan yoxdur. 3 dənə tərifnaməsi olan bir dənə özüdür. Bu doğru deyil təbii ki. 4 olduğunu düşünək. 0 dənə qızılı var. 0 dənə tərifnaməsi olan özündən başqa bir nömrədir. 4 və 1. Sonra C-nın 5 olduğunu düşünsək, 2 dənə qızılı var. 2 dənə tərifnaməsi olan özündən başqa yoxdur. Belə 1, 5, 4, 1. İndi bir dənə baxıram son olaraq başqa görək nə var. Deyir, B tərifnamə almayıb. B tərifnamə almayıb. Bir dənə bunu axtaraq. Biz B üçün nə demişdik? Ya 3-dür, ya 4-dür, ya 5-dir, ya 2-dir. Baxıram ki, 2, 3, 4, 5 arasından 2, 3, 4, 5 arasından tərifnamə almayan bir dənə 4-dür. Deməli, B-nın qiyməti 100% 4-dür. Baxın, bu getdi, bu getdi, bu getdi. 2 və 4. Bunlar onda 2 və 4 olanda burada nə demişdik C və E üçün? Ya 1, 5, ya 4, 1. Axı 2 ilə 4-ü işlətmişəm, artıq 4 gedibdir. Onu 4, 1-i silirəm, 1 və 5. Beləcə, tapılda bütün versiyalar getdi. Onda A oldu 2, B oldu 4, C oldu 1, E oldu 5. Bir dənə D hərfi qaldı. D-ya da bir dənə yer qalıb, oldu D. İndi bizdən nə soruşur? A və D üçün hansı səhvdir? Deyir, D A-dan daha çox qızılı alıb. Baxıram ki, D A-dan daha çox qızılı alıb, düzdür. D-nın mükafatları A-dan çoxdur, ümumi, hamısı. Doğrudan elə görürəm ki, buradan elə saymasam da görürəm ki, D-nın mükafatları üstəgəlləri daha çoxdur. A-nın aldığı gümüşlər D-nın aldığı bürünclərlə eynidir. Baxaq. A-nın gümüşü, D-nın bürüncü eynidir. Səhvi istəyir məndən. A-nın tərifnamələri D-nın tərifnamələrindən çoxdur. Baxaq. A-nın bir dənə tərifnaməsi var, D-nın 3 dənə. Olur D variantı. Baxırıq indi 46 nömrəli suala. 46-da deyir ki, qutuda 40 dənə konfet var. Oğlanlar hərəyə bir dənə, qızlar hərəyə 2 dənə götürdü və 18 dənə qaldı. Deməli, neçə dənə götürüblər? 40-dan çıxıram 18-i, qalır 22 dənə. 22 dənə konfet götürüblər. Deyir, oğlanlar adama bir dənədən götürdü, qızlar 2 dənədən. İndi burada suala keçməmiş belə bir məntiq var ki, qızların sayından asılı olmayaraq, qızların götürdüyü konfet sayı cüt olacaq. Yəni, belə deyək də, tutaq ki, 5 dənə qız var. Axı, hərəyə 2 dənədən götürüblər. Elə 10 dənə konfet. Yəni, tək olsa belə qızların sayı, konfetləri cüt olacaq. Tutaq ki, 6 dənə qız var, 2 dənədən 12 konfet. Amma oğlanlarla bağlı elə deyil. Oğlan 5 dənədirsə, 5 konfet götürüblər, tək ədəd. Tutaq ki, 6 dənəsə 6 konfet götürüblər. Bu məlumat nə işimə yarayır? Burada dedik ki, 40 konfetdən 18 gedib, qalıb. Deməli, 20 dənə konfet 22 dənə götürüblər. Deyir, hansı mütləq doğrudur? Deyir, oğlanlarla qızların sayı eynidir. Oğlanlar cüt saydadır, qızlar tək saydadır. Bunu yoxlamaq lazımdır, bir-bir. Misal üçün, deyir, oğlanların qızların sayı eynidir. Elə bir məcburiyyət yoxdur axı. Tutaq ki, 8 dənə qız var. 8 vur 2, 16. Neçə konfet qaldı? 6 dənə. Tutaq ki, nə bilim, 5 dənə qız var. Bayaq yazmışdım da. 5 vur 2, 10. Qaldı 12 dənə konfet. Mümkündür də. Deməli, eynidir, doğru deyil. Deyir, oğlanlar cüt saydadır. Bu doğrudur, nəyə görə doğrudur? Baxın, bayaq dedim, axı, burada 22 özü cüt ədəddir. Qızları təkdə götürsəm, konfet sayı cüt eləyir. 22-dən 10 çıxanda nə qaldı? 12. Oğlanlar hərəyə bir konfet götürmüşlər, oğlanlar oldu cüt. Qızları cüt də götürsəm, tutaq ki, 8 qız götürmüşdüm bayaq. 2-yə vuranda 16. 22-dən 16 çıxanda 6 qalır. Hər oğlan bir konfet götürübdür, deməli 6 dənə oğlan var, yenə cüt. Deməli, qızlar hərəyə 2 konfet götürdüyü üçün cüt sayda götürüblər. Deməli, oğlanlar da avtomatik nə qalır? Cüt ədəd qalır. 3-də nədir? Qızlar tək saydadır. Yoxladıqda gördük tək də olur, cüt də olur.
Cavab oldu 2.